İkinci nümunəyə baxırıq. Test 108. Nümunədə işarələnmiş söz əsasında klasteri tamamlayın. Meh əsdikcə qırılır lal göylərin aynası. İşarələnən söz lal sözüdür. Klasterin birinci şaxəsi bədii təyindir hökmünü verir və biz bunun doğru olub olmadığını yoxlamalıyıq birinci. Lal göylər. Necə göylər, hansı göylər məcazi mənada olan söz əgər hansı sualına cavab verirsə və yaxud əksinə hansı sualına cavab verən söz əgər məcazi mənadadırsa, onda o epitet olur, epitet və ya bədii təyin olur. Deməli, bədii təyindir hökmü düzdür və biz də digər şaxələrdə də düz cavabı seçməliyik. Deməli, birincidə bizdə cavab olmalıdır epitet. A. Metafor deyir, səhvdir. B. Epitet deyir, hələ ki saxlayırıq. C. Simvol deyir, səhvdir. D. Təşbih. E. Metafor, səhvdir. Epitet yeganə bir cavabdadır. Deməli, bir epitet hökmü düzdür deyə cavabımız B variantı olacaq və digər hökmləri yoxlamağa ehtiyac yoxdur. Əgər burada iki variantda epitet hökmü verilsəydi, biz onda ikinci, üçüncü hökmləri də yoxlayardıq. Amma verilmədiyinə görə vaxt itirməyə ehtiyac yoxdur. Sadəcə izah üçün deyirik ki, niyə düzdür? 2 deyir, bədii təsvir vasitəsidir, bəli düzdür. Yəni ifadə vasitəsi deyil, təsvir vasitəsidir. 2 deyir... 3-də deyir ki, sözün təsir gücünü artırmaq üçün işlədilib. Bəli, bu da doğrudur və deməli, düzgün cavabımız B variantı.